Size bir sualım var. Eğer tradingdə pul qazanmaq bu qədər asandırsa, niyə insanlar əksəriyyəti hesabını itirir? Cavab çox sadədir. Çünki insanların diqqəti vacib olmayan şeylərdədir. Biri müqəddəs strateji axtarır, biri gizli indikator, biri isə 100% siqnal verən kanal. Halbuki bazarda belə bir anlayış yoxdur. Bazarda sizə uğura aparan sir bir indikator və bir strategiya deyil. Sizə uğura aparan 3 şey var. İntizam, risk idarə etməsi, səbir. Ən güclü trader o deyil ki, hər əməliyyatda mənfəətlə çıxır. Ən güclü trader odur ki, yüzlərlə əməliyyatdan sonra statistikası hələ də müsbət qalsın. Peşəkarlar bazara həyəcan üçün gəlmir. Onlar bazara planla gəlir. Hər əməliyyatda riski əvvəlcədən hesablanır. Hər qərar emosiya ilə yox, analiz əsasındadır. Məhz buna görə də uzun müddətli nəticə əldə edir. Əgər siz də tradinglə peşəkar yanaşmağı öyrənmək, bazarı fərqli baxış bucağından görmək və real analizləri izləmək istəyirsinizsə, Telegram kanalımıza qoşula bilərsiniz. Video faydalı hesab etdinizsə, bəyən və tradinglə maraqlanan dostlarınızla paylaşın. Davamında bazarda insanların bilmədiyi peşəkar sirləri paylaşacağım. Təşəkkürlər.